Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ABC Akademiyanın yeni sınaq toplusundan 38-ci sınağın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. İlk sualda deyir ki, hansı parazitlər müəyyən müddət orqanizmdən kənarda yaşaya bilirlər? Biz bilirik ki, ümumiyyətlə, deməli, mikroorqanizmlər 3 qrupa bölünürlər. Saprovidlər, mütləq patogenlər və şərti patogenlər. Saprovidlər xəstəlik törətmirdi. Mütləq patogenlər xəstəlik törədiciləridir. Onlar ətraf mühitdən kənarda yaşaya bilirdilər, amma demək, canlılar qəzmə düşəndə xəstəlik törədirdilər. Bir də var idi şərti patogenlər. Yəni onlar üçün xəstəlik törətmə vacib yaşayış bir forması deyildi. Yəni parazitlik vacib bir yaşayış forması deyildi. Lakin onlar simbiotik münasibətlərin pozulması nəticəsində xəstəlik törədə bilirdilər. İndi burada da deyir ki, orqanizmin kənarda yaşaya bilən, demək ki, söhbət burada mütləq patogendən gedəcəkdir. İkinci sualda simbiyoz münasibətlərin pozulması nəticəsində yaranan xəstəlik. Burada da söhbət yenə də şərti patogenindən gedir. Yəni şərti patogen orqanizmdə əslində xəstəlik törətməməlidir, amma simbiotik münasibətlər pozulanda, məsələn, bağırsaq çöp bakteriyaları onlar xəstəlik törədə bilirlər. Amma digərləri ya saprovid orqanizmlərdir ümumiyyətlə, ya da ki, məsələn, vərəm çöp bakteriyası kimi xəstəlik törədən orqanizmdir. Sonra üçüncü sualda infeksiyon prosesinin ilk və mühüm mərhələsidir. İnfeksiyon prosesinin ilk və mühüm mərhələsi mikroorqanizmlərin sahib hüceyrənin, deməli, sahib orqanizmin hüceyrələrinin yapışmasıdır. Yəni orada xüsusi strukturlar olur, reseptorlar olur. Həmin reseptorlara uyğun olaraq onların səthinə yapışır. Əgər reseptorlar da az olarsa, demək, həmin canlı mikroorqanizmə qarşı həssaslığı az olacaq. Amma yox, reseptorlar və yaxud da ki, strukturlar çox olarsa, demək, həmin canlı xəstəliyə daha həssas olacaqdır. Burada da demək cavab oldu A bəndi. Yəni səthə yapışma ilk mərhələdir. Sahib hüceyrə nə zaman infeksiyalara yoluxa bilir? Sahib hüceyrə o zaman infeksiyalara yoluxa bilir ki, demək dediyimiz kimi, onun səthində reseptorlar olsun və hətta reseptorlar nə qədər çox olarsa, infeksiyalara da yoluxma ehtimalı bir o qədər çox olacaqdır. Yəni burada da cavab C bəndi olacaq o zaman. Yəni sahib hüceyrənin səthində reseptorların olması. İstənilən halda verib, burada doğru deyil, məsələn, sonra B-də verilibsə, hüceyrə yaşlıdırsa, xeyr, bu da uyğun deyil, yəni belə bir fikir verilmir kitabımızda. Ətraf mühit əlverişsiz olduqda infeksiya sahib hüceyrəyə yoluxar, xeyr, hüceyrə membranının lipid cərgəsinin quruluşundan asılı olaraq infeksiya hüceyrəyə yoluxa bilir. Xeyr, yəni bu da tam uyğun cavab deyil, ona görə elə ən uyğun cavab C bəndi olacaq. 5-ci sualda deyir ki, sahib hüceyrənin səthində olan reseptorların miqdarından asılı olaraq orqanizmlər neçə yerə bölünür? Orqanizmlər 2 yerə bölünürdü. Həssas və qeyri-həssas, deməli, orqanizmlər. Vəba törədiciləri harada çoxalır? Vəba törədiciləri nazik bağırsaq hüceyrələrinin, epitel hüceyrələrinin səthində, amma bir də dizenteriya törədicilərini vermişdi. Dizenteriya törədiciləri də yoğun bağırsaq hüceyrələrinin daxilində çoxalırdı. İndi burada da vəba nazik bağırsaq epitel hüceyrələrinin səthində, yəni 6-cıda B bəndi uyğun cavab olacaq. Baxırıq 7-ci suala. Verilən ifadələrdən neçəsi doğrudur? Birincisidə deyir ki, yerdə enerji balansını tənzimləyən yalnız bir mənbə var, bu da günəş enerjisi. Demək, yerdə enerji balansını tənzimləyən 2 mənbə var idi. Bunlardan birincisi günəş enerjisi, digəri isə radioaktiv enerjidir. Ona görə də bu ifadə yanlış ifadədir. Bizdən doğrunu soruşur. Həyatın yaranmasının ilk dövrlərində radioaktiv enerji indikindən 18 dəfə az, yox, çox olmuşdur. Ona görə bu da yanlışdır. Yer üzərində həyatın enerji mənbəyi fotosintez və xemosintez məhsullarıdır. Bəli, bu doğrudur, bu ifadə doğrudur. 4-də deyir ki, biosferin hüdudları hər zaman sabitdir, genişlənə bilməz. Xeyr, genişlənir. Ona görə də bu da yanlışdır. Neçəsini soruşurdu? Sadəcə biri doğrudur, bu da A bəndində verilmişdir. Keçək 8-ci suala. 8-ci sualda deyir ki, cümlələri doğru və yanlış olaraq qruplaşdırın. Biokütlə qütblərdən ekvatora doğru yaxınlaşdıqca artır. Qütblərdən ekvatora doğru yaxınlaşdıqca bəli, həyat şəraiti daha əlverişli olur, yəni canlıların növ müxtəlifliyi və böyük kütləsi artır. Uyğun cavabdır. Daha doğrusu doğru cavabdır. Doğru. 2-də deyir ki, növ sayına görə bitkilər çox olduğu üçün biokütlə etibarilə üstünlük təşkil edirlər. Xeyr, növ sayına görə heyvanlar daha çoxdur, lakin buna baxmayaraq bitkilərin biokütləsi üstünlük təşkil edir. Ona görə burada ikinci ifadə yanlışdır.
Burada biyokütlə miqdarı yalnız şaquli zonalıq üzrə dəyişir. Xeyr, həm şaquli, həm də üfüqi zonalıq üzrə dəyişir. Yəni həm qütblərdən ekvatora doğru gəldikcə dəyişir, həm də ki şaquli zonalığı, yəni məsələn okeanın dərinliyinə getdikcə və ya da ki dağın zirvəsinə qalxdıqca canlıların biyokütləsinin miqdarı dəyişilə bilər. Ona görə də bu da yanlış olacaq. Ekvatorda biyokütlə daha çoxdur. Bəli, qütblərdən ekvatora doğru gəldikcə artır. Bu da doğrudur. Belə çıxır ki, 2 dənə doğru, 2 dənə yanlış var. Ortadakı ifadələr, yəni ikinci, üçüncü ifadələr yanlışdır. Bu da C bəndinə verilmişdir. Sonra 9-cu sualda deyir ki, biosferin noosfer adlanan təbəqəsi hansı canlıların təsiri altında yaranmışdır? Burada insan amili təsir göstərir. Yəni bu da A bəndində verilmişdir. Uyğunluğu müəyyən edin. Plankton verib, nekton verib və deməli bentos orqanizmlər verib. Biz bunları uyğunlaşdırmalıyıq indi. Planktona deməli xlamidionada və spirogiranı aid edirik. Yəni bir aiddir. Sonra bentos orqanizmlər, dibdə yaşayan orqanizmlərə biz buradan aid edə bilərik. Demək, dibdə yaşayanlar. Anodontanı, sonra zəlini, bir də yengəcləri. Sonra və su qatlarını üzən orqanizmlərdə köpək balığına aid etdik. O zaman 1-ə A və F, 2-yə C, B, E, daha doğrusu B, C, E, 3-ə də D aiddir. 3-ə tək D aid olduğu 2 yerdədir. 1-ə A, F, bəli, A bəndi uyğun cavabdır. Bu metodda arzu olunan əlamətə malik erkək heyvanların spermaları alınır və sperma banklarında saxlanılır. Ondan arzu olunan əlamətə malik yumurta hüceyrələrinin maylanmasına istifadə olunur. Söhbət hansı metoddan gedir? Burada təbii ki, söhbət süni maylanmadan gedir. Sonra 12-ci sualda, 12-də deyir ki, insan orqanizminin hər hansı bir hissəsinin köndələn kəsiklərlə təsvirini almaq üçün istifadə olunur kompüter tomoqrafiyadan. E bəndə uyğun cavabdır. Sonra 13-cü sualda, əgər bir embrionun bel tərəfində olan mezodermanı çıxarıb digər bir embrionun qarın tərəfindən çıxarılan mezodermanın yerinə yerləşdirsək, nə baş verər? Bel tərəfində olan mezoderma sinir borusunun əmələ gəlməsinə bir təkan verir. Əgər həmin, demək, mezodermanı, yəni bel mezodermasını başqa bir canlının qarın mezodermasının yerinə qoysaq, həmin canlıda, yəni qarın mezodermasının yerinə bel mezoderması yerləşdirilən canlıda ikinci bir sinir borusu da əmələ gələcək. Yəni bu bel mezoderması həmin canlıda ikinci bir sinir borusunun əmələ gəlməsinə bir təkan verəcək. Burada da yəni cavab ona görə 2 sinir borusu olan C bəndidir. C bəndində verilmişdir. Düzgün cavab. Sonra 13-cü sualda. 13-cü sualda deyir ki, bütün xordalların rejiminin inkişafı üçün oxşar xüsusiyyət hansıdır? Burada bütün xordalların rejiminin inkişafı hamısında maye mühitində gedirdi. Bəziləri, məsələn, dəniz və okean suyunda inkişaf edirdi onların rejimi. Bəzilərində isə embrion mayesində inkişaf edirdi. Daha doğrusu amnion mayesində inkişaf edirdi. Ona görə də burada yəni maye mühit olduğuna görə hamısında ümumi cəhət olaraq E bəndini götürəcəyik. 15-ci suala baxaq. Heyvanların hər hansı bir orqanının yaranması üçün hansı rejim vərəqlərinin olması mütləqdir? Bütün yəni orqanların inkişafında biz demişdik ki, bir ektoderma, bir də ki mezoderma önəmlidir. Ona görə də burada A bəndi uyğun cavab olacaq. Əgər yumurtalığın yetişmə zonasının sonunda əmələ gələn X xromosomu daşıyan yönəlci cimciklərin sayı, X xromosomunda yönəlci cimcik sayı, Y xromosomunu daşıyan qametlərin sayından 10 ədəd çoxdursa, 10 ədəd çoxdur Y xromosomlu qametdən. Bu nə deməkdir? Bu ilə əslində bu deməkdir. X xromosomlu yönəlci cimcik sayı, yəni bundan Y biz qametə çıxsaq, Y xromosomlu qametə çıxsaq, alıram burada 10 dedim. Bu fərqdə, yəni X yönəlci cimcikdən Y qametə çıxmaqla alınan fərq başlanğıc hüceyrənin sayını göstərirdi. Yəni yumurtalığın yetişmə zonasına 10 dənə hüceyrə daxil olub. Bu o deməkdir. İndi 10 dənə hüceyrə daxil olub, özü yumurtalıq dediyinə görə, yəni burada demək onun qameti olacaq. Onun qameti. Yəni köpük 30 dənədə yönəlci cimcik olacaq. 10 qamet 30 dənədə yönəlci cimcik olacaq. Deyir ki, qametlərin də nisbəti 2-nin 3 nisbəti kimidir. 10 dənə qamet var. Nisbəti n-lə işarə edirəm. 2-nin üstə gəlib 2-nin bərabərdir. Buradan alıram n qiyməti 2-yə bərabərdir. Yəni 4 dənə buradan x olacaq. 6 dənə də y olacaq 2-nin 3 nisbətində. İndi bizə deyir ki, sonda yaranan Y xromosomunda yönəlci cimciklərin sayı neçə olur? 10 dənə hüceyrə idi.
Bundan sonda 40 dənə C yarandı. Bunun 20'si X daşıyır, 20'si Y daşıyır. Eğer bu 20X-dan 4X-i qametdirsə, yerdə qalan, deməli, 16X-i yönəltici cimcikdir. Və yaxud da ki, Y-dən 6Y, yəni 6 dənə Y qametdirsə, yerdə qalan 14Y yönəltici cimcikdir. Yönəltici cimcik. İndi bizdən deyir ki, Y xromosomunda yönəltici cimciklərin sayı. Yəni, buradan da görünür ki, 14 dənə Y xromosomunda yönəltici cimcik var. Bu da E bəndində verilmişdir. İnsanın postmineral inkişaf dövründə hansı hüceyrələrdə nə karyokinez, nə də sitokinez baş vermir? Yəni, nə nüvə, nə də sitoplazma bölünmür, bölünmə getmir. Buradan da söhbət gedir, deməli, neyronlardan. Neyronlar, yəni daha doğrusu sinir hüceyrələri, bunlar bölünmür. 17-də cavab A bəndi olacaq. 18. Mendelin genlərin sərbəst paylaması qanunu hansı genotipli canlıya aid etmək olmaz, yəni aid oluna bilməz və yaxud da ki. Burada bir dənə əlamət var D bəndində. Cavab budur. Niyə? Burada bir dənə əlamət var, bir dənə allel gen var, bu ancaq bir xromosom üzərində yerləşir. Amma digərlərini tutaq ki, B bəndini deyirəm. Ayrı-ayrı xromosom üzərində allel genlər, daha doğrusu qeyri-allel genlər sərbəst şəkildə yerləşəcəklər. Yəni, ilişkili olmayaraq ayrı-ayrı xromosomlar üzərində yerləşəcəklər. Məsələn, və yaxud da ki, C bəndini yazım. A-lar 1, onun qeyri-alleli olan, B-lər isə başqa bir, deməli, xromosom üzərində yerləşəcək. Ona görə də burada da sadəcə D bəndi özünü doğruldur. Müasir köstəbəklərin gözündə mexaniki zədələnmələrdən və tozla çirklənmədən qoruyan uyğunlaşma əmələ gəlmişdir. Bu isə gözün nisbi ölçülərin azalmasına və kəllənin daxilinə doğru daha dərinə keçməsini gətirib çıxardı. Bütün bunlardan hansı nəticəni çıxarmaq olar? Deməli, köstəbəklərin gözündə bir uyğunlaşma yarandı. Həmin uyğunlaşma nəticəsində gözlər kəllənin içərilərinə doğru çəkildi və bunun səbəbindəndir ki, müasir, deməli, köstəbəklərin gözləri rudiment orqanlardır. Demək, bir uyğunlaşma yarandı. Həmin uyğunlaşma təbii seçmə tərəfindən seçildi və müasir dövrümüzə qədər gəlib çıxdı. Belə çıxır ki, onda A bəndi burada doğrudur. Rudiment orqanlar təbii seçmənin nəticəsidir. Sonra B-yə baxaq, 20-yə baxaq. 20-də deyək ki, çiçək tacı açıq rəngli qurdağızı bitkisində gövdə və yarpaqlar yaşıl rənglidir. Tünd taclılarda isə gövdə və yarpaqlar tünd rənglidir. Deməli, açıq olanda gövdə və yarpaq yaşıldır. Amma tünd olanlarda gövdə və yarpaqlar tünd rənglidir. Belə çıxır ki, bunlarda əlamətlər nisbətli şəkildə üzə çıxıb. Nisbətli şəkildə. Yəni, bir gen bir neçə əlamətə tənzimləyib. Nisbətli olaraq həmin əlamətlər də üzə çıxıblar. Yəni, burada A bəndi özünü doğruldur. Yəni, digər cavablar yanlış cavablardır. Birinci sualda. Canlıları rüşiyə mərhələsində öyrənən və təkamül dəlilləri verən hansı dəlillərdir? Və elmin banisi kimdir? Embrioloji, yəni rüşiyə mərhələsində öyrənən embrioloji dəlillərdir. Embriologiya elminin banisi də Karl Bell'dir. Ona görə burada cavab C bəndi olacaq. 22-yə baxaq. Əlamətləri saf şəkildə saxlayan genotipi seçin. Saf şəkildə saxlayan deyirsə, deməli, burada homozigotluq nəzərdə tutulur. Yəni, burada bir heterozigotluq yoxdur ki, əlamət qarşı. Ona görə də burada da homozigotluq sadəcə A bəndində olduğuna görə A bəndini, yəni, biz götürürük cavabları. Müxtəlif geoloji dövrlərdə tapılan qalıqlara əsasən müəyyən olunur ki, ən qədim qatlarda onurğası heyvan tiplərinə, ən üst qatlarda isə müasir bitki və heyvan qalıqlarına rast gəlinir. Bu təkamülün hansı dəlillərinə aiddir? Bu təkamülün stratigrafik dəlilidir, deyiləndə. 24-də deyir ki, verilən fikirlərdən hansı doğrudur? Nüvə 2 membrandan ibarət orqanoiddir. Demək, bizdən doğru fikri soruşur. Deyir ki, 2 membrandan ibarət orqanoiddir, yanlışdır bu. Nüvə məsafələrinin sayı sabit deyil. Bu, nüvənin ölçü və funksional fəallığından asılıdır. Doğrudur bu fikir. 3-də deyir ki, hər bir nüvədə yalnız bir nüvəcik olur. Xeyr, 1-dən 10-a qədər olur. Bütün eukaryot orqanizmlərin bütün canlı hüceyrələrində nüvə olur. Bu fikir də doğru deyil. Məsələn, eritrositlər götürürük. Daha doğrusu yetkin eritrositlər, onlar canlı hüceyrələrdir, amma nüvəyə malik deyirlər. Ona görə də bu fikir də yanlışdır. Doğrunu soruşur, bir dənə 2 düz oldu. Ona görə də D bəndə uyğun cavab olacaq. 25-ə baxaq. Sual işarəsinin yerini yazmaq olmaz. Sual işarəsi hüceyrə mərkəzi və ribosomun ortaq tərəfidir. İndi ortaq tərəfi olmasın, yəni oraya yazılmasın. Cüt strukturlardan ibarətdir. Bu fikir hüceyrə mərkəzinə aiddir, amma ribosoma aid deyil. Ona görə götürürük bunu.
bütün canlılarda rast gəlinir. Bütün canlılarda rast gəlinən ribosomdur. Hüceyrə mərkəzi bütün canlılarda olur. Membranlar qonoid hər ikisi ortaq tərəfdə yazacağıq. Yəni yazılmalıdır. Elə yazaq da. Sonra 4-də deyir ki, həm hüceyrə, həm də orqanoid daxilində rast gəlinə bilər. Burada da söhbət ribosomdan gedir. Yəni hüceyrə mərkəzinə aid deyil. Ona görə də burada yazmaq olmadı. 1-i, 2-ni və 4-ü bu da D bəndində verilmişdir. 26-cı sualda. 26-da deyir ki, mitokondriya xloroplastları fərqləndirən xüsusiyyətdir. Çoxalma qabiliyyətinin olması, hər ikisi çoxalma qabiliyyətinə malikdir. Yalnız hüceyrələr bölünərkən çoxalır. Həm hüceyrə bölünərkən çoxalır, həm də ki, özlərinin müstəqil bölünmə qabiliyyətləri vardır. Məsələn, tutaq ki, idman hərəkətləri olunur, çoxlu enerjiyə ehtiyac var. Bu zaman mitokondriyaların miqdarı arta bilər. Yəni, bu, yalnız hüceyrə bölünərkən çoxala bilməsi, yəni heç birisinə aid deyil bu. Yəni, orta fərqləndirən xüsusiyyət deyil əslində. Hüceyrə bölünməsindən asılı olmayaraq avtonom çoxalma qabiliyyətinə malik olması. Bu da hər ikisində var. Həlqəvi iki zəncirli DNT-yə malik olmaq doğrudur. Həlqəvi də DNT-ləri və iki zəncirlidir. Bu da doğrudur. Prokaryotların DNT-sinə bənzəyirlər. Əsasən bitki hüceyrələri üçün SCB olması. Bu fərqləndirən xüsusiyyətdir. Bəli, xloroplastlar daha çox bitki hüceyrələri üçün SCB-dir, amma mitokondriyalara yəni xas deyil bu. Ona görə də E bəndi uyğun cavabdır burada. Hansı plastid çevrilməsi müşahidə edilmir? Leykoplastlar xloroplastlara çevrilir. Bəli, çevrilir. Məsələn, kartofun gövdə yumruları günəş altında qalanda rəngi yaşıllaşır. Leykoplast xloroplasta çevrilir. Xloroplast xromoplasta çevrilir. Bəli, xəzan vaxtı. Leykoplast xromoplasta çevrilir. Bəli, məsələn, bunu yer kökünün meyvə kökündə görə bilərik biz. Leykoplast xromoplasta çevrilir. Xloroplast leykoplasta çevrilirmi? Bu olmur. Xromoplast leykoplasta çevrilirmi? Budur. Yəni, heç biri leykoplasta çevrilə bilmir bunların. Ona görə burada 4-cü və 5-ci çevrilmə mümkün deyil. Yəni, cavab da B bəndi olacaq. Yarandığı geoloji zaman ardıcıllığını müəyyən edin. Bitki hüceyrəsi yarandı. Bitki hüceyrəsi nə zaman yarandı? Bitki hüceyrəsi yarandı proterozoida. Yəni, ayı proterozoya aiddir. Ayı proterozoya aiddir. Burada da D-də paleozoy verib. Çıxırıq bu cavabı. Sonra bitki toxuması yarandı. Bitki toxuması ordovikdə yarandı. Bitkilər quruya çıxdı, onlar da örtü götürücü mexanik toxumalar yarandı. Yəni B-yə də ordovik, yəni paleozoya aiddir. B-yə paleozoya aiddirsə, A-nı çıxırıq buradan. Aha. Sonra heyvan hüceyrəsi yarandı. Heyvan hüceyrəsi proterozoida yarandı. Proterozoid cavabını saxlayırıq. E-ni çıxırıq buradan da. Heyvan toxuması yarandı. Bu da proterozoida baş verdi. Yəni burada cavab belə çıxır ki, onda buradan da B çıxdı. Və qaldı cavab C bəndi. Yəni 28-ci sualda da cavab C bəndi olacaq. Keçək 29-cu suala. 29-da deyir ki, yalnız bir aləmin nümayəndələrinin quruda rast gəlinə biləcəyi dövrdə baş verə bilər. Yalnız bir aləmin nümayəndələri quruda rast gəlinə biləcək deyilsə, burada proterozoyu nəzərdə tutulur. Çünki orada bakteriyaların, yəni bəzilərinin quruya çıxdığı güman olunur. Proterozoida da nə baş verə bilərdi? Elə A bəndi. Bitki hüceyrəsi yaranardı. Ona görə də buradan A bəndi uyğun cavabdır. Sonra, demək, 30-cu suala baxaq. Təkamül prosesində bitkilərin karbohidrat şəklinə daha çox enerji ehtiyatı daşıyır. Genetik kodun universal olduğunu hansı fikirlə ifadə edə bilərik? Genetik kod universaldır. Nə deməkdir? Yəni, yer üzərində yaşayan bütün canlılar üçün bir kod ümumidir. Yəni, hamısında eyni bir amino türünü kodlaşdırır. Məsələn, nümunə üçün burada bir kod yazıram. Yəni, bu cədvəldəki kodla uyğun gəlməyə bilər. Mən bunu nümunə üçün yazıram. Tutaq ki, canlının birində GSS valini kodlaşdırılsa, məsələn, digərində daha bu serini kodlaşdıra bilməz. Bütün canlılarda GSS kodu valini kodlaşdırır. Yəni, canlılar üçün kod universaldır. Bütün canlılarda kod eyni bir amino türünü kodlaşdırır. Yenə də deyirəm, yazdığım nümunə, yəni şərti olaraq yazdım. 32-də hüceyrədə ən az sayda olan RNT növünə aiddir. Hüceyrədə ən az sayda olan RNT növü hansı RNT-dir? Məlumat RNT-sidir. Məlumat RNT-si haqqında fikir. Məlumat RNT-si deməli DNT-dən məlumatı gətirildi zülalın sintez olunduğu yerə, yəni ribosoma. A-da deyir ki, əsas funksiyası zülalın ilkin quruluşu haqqında məlumatı DNT-dən zülalın sintez edildiyi yerə aparmaqdır. Bəli, ribosoma aparmaqdır. Bu fikir doğrudur. Digər fikirlər isə, məsələn, ölçüsünə görə molekul kütləsinin ən kiçik RNT-dir. Xeyr, ribosomun əsas tərkibisi. Yəni, bunların nisbisi uyğun cavab deyil. 33-də DNT molekulunun müəyyən hissəsində timin sayı sitozin sayından 4 dəfə azdır. Aha. Timin X-dırsa, sitozin olsun 4X. Hidrogen oktanların sayı isə 700-dür. Bizə deyir ki,
Timin və adenin azotlu əsaslarının ümumi nükleotidlərin hansı hissəsini təşkil edir? Əgər timin X-sə, deməli adenin X-dir. Əgər histozin 4X-dırsa, deməli guanin də 4X-dir. İndi nə yazaq? Yazaq H bərabərdir M plus S və ya 2 üstün. Burada nükleotid sayı neçədir? Nükleotid sayı bütün nükleotidlərin cəmidir. Əgər timin X-sə, adenin X-sə, bunların toplamı 2X olacaq. Histozin və guanin hərəsi 4X-sə, toplamda 8X olacaqlar bunlar. Yəni bərabərdir 10X-sə. Buradan da indi yazaq, həmin 10X-i gətirib yerinə qoysun. 10X üzərinə gəlib bir də histozinin sayı. Histozinin sayı da 4X-ə bərabərdir. Yəni 14X. 14X. 14X bərabərdir 700-ə. 14X 700-ə bərabərdirsə, X buradan çıxır ki, 50-yə bərabərdir. 50 nə idi? Adenin və timinin sayıdır. Adenin və timinin sayıdır. Bəs ümumi nükleotid sayı neçə idi? Ümumi nükleotid sayı isə 10X idi. Yəni, ümumi nükleotid sayı N-in qiyməti 5-ə bərabər idi. 5-ə. İndi bizə deyir ki, timin və adenin azotlu əsaslarının ümumi nükleotidləri neçə faizini təşkil edir? Timin və adenin hər biri X-ə bərabər olduğuna görə onların cəmini götürürük 50 plus 50, yəni 100 şəklində. 50 plus 50, yəni 100 ədəd. 100 500-ün neçə hissəsidir? 100 500-ün 5də biridir. Yəni 33-cü sualda da cavab 5də bir olacaq. Cavab B bəndi olacaq. 34-cü sualda hansı genotip fərd 8 növ gameti hazırlaya bilər? 8 növ gamet. Gametlərin sayı necə hesablanır? 200 N üstü ilə heterozigot fərdlərdir. Bərabərdir 8 buradan çıxır ki, N-in qiyməti 3-dür. Yəni 3 yerdə heterozigotluq olmalıdır. Demək, baxaq buradan homozigotdur. 1 dənədir. 1 dənə, 2 dənədir burada heterozigotluq. Burada yenə də 2 dənədir. Burada isə 3 yerdədir. B, C və D. Yəni N-in qiyməti 3-ə bərabərdir. Cavab E bəndi olacaq 34-də. 35-ə baxaq. 35-də deyir ki, hansı 2 növ gameti hazırlaya bilər? Yenə də gametlərin sayını götürürük. Üstü N-i bərabərdir 2-yə. Buradan çıxır ki, N-in qiyməti 1-ə bərabərdir. Yəni heterozigot və 1 dənə olmalıdır. Burada da heterozigot, bunlar hamısı homozigotdur. Bu D heterozigotdur. Bu isə bir əlaməti görə heterozigotdur. Ona görə burada D bəndə uyğun cavab olacaq. Gecəçiyə bitkisinin qırmızı rəngi ağ rəng üzərində dominantdır. Daha doğrusu natımın dominantdır. Natımın dominantlığı da bildik ki, gecəçiyində çəhrayı üzə çıxır. İndi bizə deyir ki, çəhrayı və qırmızı çiçəkli bitkilərin çarpazlaşmasına 300 gecəçiyə bitkisi alınmışdır. Deməli, qırmızı rəngli hansı oldu? Homozigot dominant əlamətli fərd oldu və bu çəhrayı əlamətli fərddən çarpazlaşır. Buradan bilirik ki, 1-in 1 nisbətində alınacaq da 2 pay böyük A, böyük A, 2 pay böyük A çarpazlaşır. Yəni 1-in 1 nisbətində. Deyir ki, 300 gecəçiyə bitkisi alınıb. Çəhrayı bitkilərin ehtimal olunan sayı neçədir? 50-50-yədir. Əgər 300 cəmi bitki alınıbsa, bunun 50%, 150 ədədə çəhrayı olacaq, 150 isə qırmızı olacaq. Çəhrayını soruşduğuna görə C bəndini götürürük. Ümumiyyətlə, qırmızını da soruşsaydı, yenə C bəndi olacaqdır, fərq etməz. Genom nədir? Hüceyrənin xromosom yığımı. Xeyr, hüceyrənin xromosom yığımı ya haploid olur, ya diploid olur, ya da hüceyrənin bir nüvəsində olan xromosom yığımı karyotit adlanır. Yəni, bu genom deyil. Diploid yığımda olan genlərin cəmi, bu da deyil. Döyün və ya populasiyanın genlərinin cəmi, bu genofonddur, bu da deyil. Xromosomda müəyyən bir əlaməti kodlaşdıran DNT sahəsi. Bu, genin yerləşdiyi sahədə lokus adlanır, bu da deyil. Haploid yığımda olan bütün genlərin cəmi. Doğru cavab budur. Yəni, genom, daha doğrusu genom, alternativ əlamətləri ki var idi, orada məsəl üçün sarı, yaşıl. Bunlardan birini əhatə edir, yəni birini özündə saxlayır genom. Haploid yığıma da bu alternativ əlamətlərdən ancaq biri düşdüyünə görə, haploid yığımda olan bütün gen, yəni mən də burada bir gen üzərində göstərdim. Məsələn, haploid yığımda tutaq ki, neçə dənə gen varsa, yəni burada ona görə deyil, bütün genlərin cəmi. Mən bir üzərində göstərdim, bütün genləri göstərə bilmərik burada. Ona görə də haploid yığımda olan bütün genlərin cəmi, yəni haploid yığıma düşən bütün genlərin cəmi. E bəndə uyğun cavab olacaq. Sonra, populyasiyada təbii seçimə hansı orqanizmlərin xeyrinə təsir göstərir və nə üçün? Populyasiyada təbii seçimə heterozigotların xeyrinə təsir göstərir. Bax, tutaq ki, bir resesiv bir əlamət deyək, bu zərərli resesiv əlamətdir. Homozigotlarda özünü virusa verəcək və canlı üçün məhvedici təsir ola bilər. Amma heterozigot fərdlərdə bu əlamət gizli qalacaq, yəni dominant əlamət tərəfindən üstələnəcək. Ona görə də heterozigotların xeyrinədir.
Heterozigotların xeyrinə olduğu cavabda bir B-də var, bir də D-də var. B-də deyir ki, heterozigotların xeyrinədir, mutasiyaya malik genləri daşımadıqları üçün daşıyırlar. Heterozigotların xeyrinə də mutasiyalar restiv olub, homozigotlarda üzə çıxdığı üçün. Bəli, homozigotlarda restiv mutasiyalar üzə çıxır. Ona görə də bu heterozigotların xeyrinədir. D bəndə uyğun cavab olacaq. 39-da. Zərərli resessiv mutasiyalar populyasiyada heterozigot genotipdə saxlanılması nəyə nəticələnir? Heterozigot genotipdə zərərli resessiv bir mutasiya saxlanılır. Bunun nə ilə nəticələnməyi soruşur bizdən? Populyasiyanın zamanla məhv olmasına səbəb olar. Heterozigot vəziyyətdə yox. Fərdin populyasiyada yaşama qabiliyyətini artırır. Bəli, fərdin populyasiyada yaşama qabiliyyətini artırır. Çünki bu resessivdir, zərərli də olsa. Amma dominant tərəfindən, yəni bunun belə deyim, üzə çıxmasının qabağı alınır. Ona görə də yaşama qabiliyyəti artır. B bəndə uyğun cavabdır. Populyasiyada yaşama qabiliyyətini azaldar, yanlışdır. Heteroz effektinin hər sonraki nəsildə artması ilə nəticələnər, xeyr. İrsi dəyişkənliyin azalmasına səbəb olar, da deyil. B bəndə burada uyğun cavab olacaq. Sərbəst sərbəstləşmə zamanı seçim təzyiqi və digər amillər olmadan homozigot və heterozigot orqanizmlərin tezliyi sabit qalır. Zamanla dəyişmir, tezlik sabit qalır. Bu hansı qanun idi? Bu Heidi-Weinberg qanunudur. Kim tərəfindən qoyulmuşdu? Təbii ki, demək Heidi və Weinberg tərəfindən. A bəndə uyğun cavab olacaq. İndi burada testimiz yekunlaşdı. 38-ci sınaq yekunlaşdı. Biz izah etdiklərimiz ümid edirəm ki, hər biriniz üçün aydın olar. İnşallah ki, bəyənərsiniz. Bəyənsəniz, bəyənmə tuşuna basmağı, kanala abunə olmağı unutmayın. Çox sağ olun. Hər birinizə öz təşəkkürümü bildirirəm.